Söz verdiğimiz kimi hər gün bir misal, iki misal, üç veya beş misal işləyəcəyik. Bu bərabərlikdə diqqət edəsək, baxırıq ki, sürətli vurğularını ayıra bilərik. X çıx 4, x üstə gəl 4, x çıx 4 böyükdür 5x çıx 16. Biz burada x çıx 4-ləri ixtisar edə bilərik. Bəli. X üstə gəl 4 böyükdür 5x çıx 16. Biz qeyd etməliydik. Biz bunları ixtisar edədik. Qeyd etməliydik ki, x fərqlidir. Nədən? 4-dən. X çünki 4 olsa, bunun məxrəci sıfıra çevriləcək. Məxrəc də sıfır ola bilməz, yəni sıfıra bölmək yoxdur. Bunu çünki axırda nəzərə alacaq. Bu bərabərsizlik normal adi xətti bərabərsizlik kimi həll edirik. Yazırıq -4x böyükdür -20-dən və hər tərəfi -4-ə böldüyümüzə görə x kiçikdir nədən? 5-dən. Ədəd oxumuzu çəkdik. Ədəd oxumda 5-dən kiçik aralığı ştrixlədik və buradan 4-ü çıxartdıq. Çünki 4 bizim bərabərsiliyimizin həlli çoxluğuna daxil ola bilməz. Çünki dəyişənin mümkün qiymətlər çoxluğuna daxil deyil. Cavabımız olur mənfi sonsuzluq 4 və birləşsin 4, 5. İkinci misalımız loqaritmik bərabərliklər mövzusuna aiddir. Bildiyimiz kimi loqaritmik bərabərliklərdə diqqət olunması iki məqam var. Biz deyirik ki, loqaritma A əsasdan fx böyükdür b-dən. Biz burada bunu həll etməmişdən qabaq fikir veririk A-ya. A ya 1-dən böyük olacaq, ya da A 0-dan 1 arasında olacaq. Başqa variant da ola bilməz. A 1-dən böyük olsa olacaq fx böyükdür A üstü b-dən. A 0-dan 1 arasında olanda olacaq fx kiçikdir nədən? A üstü b-dən. Çünki A 0-dan 1 arasında olanda bu funksiya necə funksiyadır? Azalanmaqdır. Və indi gələk bizim bu bərabərsiliyimizə. Diqqət eləsək bunun indeksi x kvadrat üstə gəlir 2. Ən kiçik qiyməti nədir? 2. Deməli, hansı şərtə uyğundur? Birinci şərtə uyğundur. Yəni yazacağıq 47 böyükdür x kvadrat üstə gəlir 2 üstü 1. 47 böyükdür x kvadrat üstə gəlir 2-dən. 2-ni attım sol tərəf. X kvadratı kiçikdir nədən? 45-dən. Burada natural həllərin sayını soruşduğuna görə artıq bunu uzatmaya ehtiyac yoxdur. 45-dən kiçik, yəni kvadratı 45-dən kiçik olan natural ədədlər də hansılardır? 1, 2, 3, 4, 5, 6. Artıq 7 bunu. Ödənmiş sayını da soruşduğuna görə cavab olur 6. Salamat qalın.